da insanı xoşbəxt eləyən onun mehribançılığıdır. Səd-i Şirazi yazırdı ki, kimin olsa əgər bir şirin dili, tük ilə çəkər o dalınca fili. Həyat vardan, devlətdən ibarət deyil. Valla 40 dənə villon olsun, 40 dənə maşının, onun bir otağında bir kravata möhtacsan, sürəndə də o maşının birini sürəcəksən. Qədir, Nuh Peyğəmbərin 950 yaşı vardı, qurban olduğum Əzraili göndərdi ki, get Nuh Peyğəmbərin canına. Əzrail gəldi, gördü ki, Nuh Peyğəmbər bir səhrada özünə balaca bir çardaq düzəldib. Çardaq o qədər balacadır ki, uzanmaq istəyəndə dizdən aşağıda günün altında qalır, sinədən yuxarıda. Əzrail baxdı, güldü. Gülüş səsinə Nuh Peyğəmbər başını qaldırdı, dedi, sən kimsən? Dedi, Əzrailəm, canı almağa gəlmişəm. Dedi, onda mənə bir saniyə vaxt verə bilərsən? Əzrail dedi, buyur. Nuh Peyğəmbər ayağa qalxdı, bir təpəyi vurdu, çardağı uçurtdu. Dedi, hayır ki, buna da əziyyət çəkdim. Milyonlar qazanırıq, ancaq valla görürsən, xərcləməyə pulumuz olmur. Ancaq anamızın doğub, atamızın üstünə qoyduğumuz at hələ üstümüzdədir. Onu da qeyd edeyim ki, insan həyatdan köç edəndə birinci adı əlindən alınır. Elə ki, nəfəs bədəni tərk elədi, onda deyirlər ki, demirlər da Vasifi götür oradan ora qoy, deyirlər meyidi götür oradan ora qoy.